Bir imperiya düşünün ki, ordunun əsası öz xalqından yox, yad gənclərdən qurulur. Osmanlı dövlətində Yeniçəri sistemi sadəcə bir ordu deyildi. Bu bir xalqın ruhunu formalaşdırmaq cəhdi idi. Devşirmə adlanan üsulla Balkanlarda yaşayan xristian uşaqlar ailələrindən alınır, İslam dinini qəbul etməklə türk dili və İslam mədəniyyəti ilə yenidən yoğrulurdu. Məqsəd aydın idi. Onları öz ailələrindən və keçmişindən ayırıb yalnız dövlətə və hökmdara sadiq döyüşçü kimi yetişdirmək. Yeniçərilərin əksəriyyəti İslamın Bəqtaşili təriqətinə mənsub idilər. Onlar əsrlərlə Osmanlının ən güclü və intizamlı ordusu kimi tanınmışdılar. Yeniçərilərə hərbi işdən başqa digər peşələr qadağan idi. Hətta evlənmək də. Lakin zaman dəyişdi, sədaqətin yerini tamah aldı. Yeniçərilər evlənməyə, ticarətlə məşğul olmağa, siyasətə qarışmağa başladılar. 18-ci əsrdən etibarən Yeniçərilər üsyanlar təşkil edərək dövlətin dayaqlarını sarsıdırdılar. Nəhayət 1826-cı ildə Sultan II. Mahmud Vakai Hayriye, yəni xeyirli hadisə ilə Yeniçəri ordusunu tamamilə ləğv etdi. Hakimiyyətə qarşı çıxan 20 mindən çox Yeniçəri müxtəlif üsullarla cəzalandırıldı. Bəlkə də Osmanlının həm yüksəlişinin, həm də süqutunun sirri elə burada gizlidir. Çünki bəzən bir dövləti zirvəyə qaldıran mexanizm onun süqutunu da özü ilə gətirir.